Boğazımda nəsə var, amma udanda getmir, qida və su qəbulu ilə əlaqəsi yoxdur. Sanki boğazım düyünlənib, xüsusən stres və həyəcan zamanında bu hiss artır. Bəzən udqunanda rahatlayıram, sonra yenə qayıdır. Nəfəsim tutulacaq kimi olur, amma boğulmuram. Boğazım sıxılır, daralır. Həkim deyir heç nə yoxdur, amma mən hiss edirəm. Bu da orqanik səbəb tapılmaması xəstəni daha da narahat edir. Yatanda və ya diqqətim yayınanda azalır. Bu da psixogen mənşəli olduğunun sübutudur. Həmçinin yorulanda və ya əsəbləşəndə daha pis olur. Qorxuram ki, boğazımda şiş və ya ciddi xəstəlik var. Bu hiss məni çox pis edir, fikrimi cəmləyə bilmirəm, heç nəyə yovuşa bilmirəm. Saydığım bu əlamətlər nevrotik bir pozuntu olan qlobus histerikusun əlamətləridir. Bəzən qlobus hissi depressiya, anksiyetə, somatoforun pozuntu və panik pozuntular zamanında görülə bilər. Düzgün psixiatrik müalicə ilə bu vəziyyətdən asanlıqla qurtulmaq olar.